Eldə zəhərlənmədən həyatlarını itirməsi, sonra əvvəlcə ana və övladlarının, ardınca atanın, bir ailənin məhv olması bütün Türkiyəni silkələyib, otellərdə ölümcül zəhərlənmə riski məsələsini gündəmə gətirib. Bu nə qədər təhlükə varmı? Bu təhlükə nə qədər realdır? Bizim ölkəmizdə vəziyyət necədir? Bunu əməkdaşlarımız araşdırıblar. Türkiyənin Fatih rayonunda Almaniyadan gələn 4 nəfərlik böcək ailəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı ilkin istintaq rəyi açıqlanıb. Rəyə görə ailə qida deyil, otel otağında istifadə olunan kimyəvi maddədən zəhərlənib. İstintaq materiallarına görə həyatlarını itirmiş böcək ailəsinin qaldığı otaqda havalandırma sistemi olmayıb. Onların yerləşdiyi otel otağından bir mərtəbə aşağıdakı otaq isə hadisədən bir gün əvvəl dərmanlanıb. Bu fakt zəhərlənmənin mənbəyinin kimyəvi maddə olma ehtimalını gücləndirir. Bu infeksion mənşəli bir xəstəlikdir. Yəni ki, həmin qidaya patoloji mikroorqanizmlər düşür və ondan sonra orqanizmdə qida zəhərlənməsinə aid olan simptomlar mövcud olur. Zəhərli göbələk olsun və ya botulizm kimi qida zəhərlənməsi olan və ya toksinlə inkişaf edən xəstəlik bəli, kütləvi zəhərlənməyə səbəb ola bilər. Hadisə yalnız Türkiyədə deyil, ölkəmizdə də turizm təhlükəsizliyi ilə bağlı narahatlıq doğurub. Bizdə hotellərdə dərmanlama qaydaları necə tətbiq olunur və bu sahədə nəzarət real olaraq hansı səviyyədədir? Oteldə bildiyimiz kimi 7-24 çalışan bir təsisatdır və bunun gecə-gündüz insanlar olur. Ona görə otelləri bölmələrlə və oteldə xüsusən də qonaqlar qalırsa, o otaqların qonaqların qaldığı müddətdə dərmanlanması doğru deyil. Təhlükəsizlik protokollarının pozulması yalnız faciəyə gətirib çıxarmır, eyni zamanda hüquqi nəticələr də yaradır. Qonaqların təhlükəsizliyi təmin edilmədikdə hotel və dərmanlama şirkətlərinin üzərinə hansı öhdəliklər düşür? Hüquqşünas Ramil Süleymanov izah edir. Dərmanlama və dezinfeksiya işlərinin aparılması lisenziya tələb edən bir fəaliyyət sahəsidir. Bildirmək istəyirəm ki, otellərdə, o cümlədən iaşə obyektlərində, o cümlədən tibb müəssisələrində, hətta təhsil müəssisələrinin özlərində dezinfeksiya işlərinin aparılması nəticəsində aşırı kimyəvi dərmanlama və qoxu nəticəsində zərərə uğranmış şəxslər aidiyyatı üzrə deməli həmin müəssisəni məhkəməyə verməklə onlara dəymiş zərəri tələb edə bilərlər. Bu faciə turizm sektorunda təhlükəsizlik boşluqlarının nə qədər ciddi nəticələrə yol aça biləcəyini göstərdi. Qonaqların həyatı risk altında qalmamalıdır. Otellərdə standartların tətbiqi və nəzarətin ciddi olması qonaqların həyatı üçün önəmlidir. Həqiqətən ciddi məsələdir. Yəni adamları xəstəxanada müalicə eləyiblər, qida zəhərlənməsi deyib, zəhərlənmə var deyib, mədələrini yuyublar. Çünki uşaq o taksi görüntüləri də paylaşıldı. Uşaq taksidəykən qusurmuş, qan qusurmuş hətta. Ana da halsızlaşır, bilmirəm, gördün o videonu yoxsa yox. Uşaqlar ailə gedib xəstəxanaya müalicə olub, yenidən zəhərlənmiş yerə gəliblər də. Ona görə də ikinci dəfə artıq onları xilas eləmək mümkün olmayıb. Bu çox ciddi məsələdir. Dəhşətli vəziyyət. İnşallah ki, bir daha təkrarlanmaz da heç bir ölkədə ya da Azərbaycanda olmaz. Bağlantı ilə davam edəcəyik. Deməli, Azərbaycanda məyaqqı bölgüsü və ərzaq qiymətləri ilə bağlı narahatlıq var. Fazil Mustafa deputat